Əziz Peyğəmbərimiz bayram namazına gedirdi. Həzrət Peyğəmbər Əkrəm bayram namazına gedərkən gördü küçədə uşaqlar oynayırlar bir-biri ilə. Deyirlər, gülürlər, qaçırlar, zarafat edirlər. Amma bir uşaq boynu bükük kənarda dayanıb ağlayır. Əziz Peyğəmbərimiz yaxınlaşdı. Mələkə təbki və la tər'abun məəs-səbyan. Peyğəmbərimiz xəbər aldı, dedi, sənin bu ağlamaqla səbəb nədir? Niyə sən o uşaqlarla oynamırsan? Səbəbi nədir? Uşaq dedi ki, ya Rasulallah, mənim atam da anam yoxdur, bacım da qardaşım da yoxdur. Yetiməm, təkəm, tənhayam. Ona görə mən o uşaqlara da çox məni özlərinə yaxın buraxmırlar, tək tənha qalmışam. Ona görə mən onlara yaxınlaşa bilmirəm. Əziz Peyğəmbərimiz o uşağa nəvaziş elədi. Dedi, əmə atarsa ən əkunə ləkə əbən və Fatimətü uxtən və Aliyyün əmmən və Həsənə və Hüseyin əxəvəyn. Bir də əgər razısan, istəyirsən ki, bugündən sənin atan mən olum. Xanım Zəhra salamullah aleyhə, qızım sənin anan olsun. Mənəvi atadan, anadan söhbət gedir. Bugündən Əli ibn Əbi Talib əleyhissalam sənin əmin olsun. Və Həsən və Hüseyin sənin qardaşların olsun. Razısan buna. Bir uşaq o qədər sevindi. Qaçdı o bir uşaqların yanına. Sevincək halda dedi ki, bugündən mənim atam Rəsullahdır. Anam xanım Zəhra salamullah aleyhadır. Əmim, dayım Əli ibn Əbi Talib əleyhissalamdır, qardaşlarım Həsən və Hüseyndir. Uşaqlar day bunu nəvaziş edir, bu Peyğəmbər babasıdır. Bu əzizdir day bu gündən. Hətta o qədər sevinmişdi, uşaqlar onun sevincinə baxırdı, deyirlər, heykək Peyğəmbər bizə də deyirdi, mənim balamsız. Gəldi bir gün Həzrət Rəsulullah rəhlət elədi. Əziz Peyğəmbərimiz dünyasını dəyişirdi. O uşaq o günə qədər Mədinədə ən hörmətli bir evladı çevrilmişdi. Eşitdi ki, Rəsulullah dünyasını dəyişir. Bir uşaq Mədinənin küçələrində fəryad edirdi, deyirdi, Əl-an sirtu yetimən, Əl-an sirtu qəribə. Bu günləri mən yetim qaldım, bu günləri mən kimsəsiz qaldım. Bu günləri, ya Rəsulullah, biz də deyirik ki, bir ümmət olaraq, layiq olmasa da, ya Rəsulullah, bizə də evlad nəvazışı göstər.